Herkese salam. Gəlin sizinlə birlikdə 2020-ci il ayın 19-da keçirilən 9-cu sinif buraxılış imtahanının izahına baxaq. Birinci sualdan başlayaq. Birinci sualda bizə bir parça verilib və bu deməli parça, yəni AB bərabərdir 21-ə, yəni ümumi 21-dir. Daha sonra isə deyir, AB parçasında AC-nin BC-yə nisbəti 2 bölünsün 1 nisbətindədir. Yəni AC-yə mən 2x, BC-yə isə 1x deyə bilərəm. Sonra da deyir ki, AC-ni tapın. Bizə ümumi nəyi verir? 21 verir. Mən bunları toplasam bizə ümumini verir. Yəni 3x bərabərdir ümumimiz 21, x də bərabərdir 7-yə. İndi x-i 7 tapandan sonra görürük ki, cavablarda 7 yoxdur. Çünki bizdən AC-ni istəyir. AC də nəyə bərabərdir? 2x. X apar bir yerinə qoyuram. AC də çıxır 14, yəni cavabımız C variantı. İkinci sualda asan bir sualdır. Deyir ki, x plus y mənfi 7 olarsa 4x plus 4y ifadəsinin qiymətini tapın. Mən burada, yəni gözə ilk çarpan nədir? Buradan 4'ü ortaq çıxartmaq. 4'ü ortaq çıxarsam x plus y qalar. Sonra isə və burada da görürəm ki, x plus y nə verib mənə? Mənfi 7 verib. Mənfi 7 isə mənfi 7-ni vururam 4'ə, mənfi 28. Mənfi 28 edər Y variantı. Üçüncü sualda bərabərsizlik mövzusuna aid bir sualdır. Bizə verib mənfi 3'də 2x kiçik bərabər mənfi 12'dən. Hər iki tərəfdə mənfi olduğuna görə mən bunu mənfiyə bölə bilərəm. Mənfiyə böləndə də bilirik ki, işarə əksinə dəyişir. Yəni 3'də 2x böyük bərabərdir 12'yə. Buradan da x-i tapmaq üçün 12'ni deməli bölərəm 3'də 2, yəni 12'ni vuraram, tərsinə çevirib 2'də 3'ə. Burada 2'lər ixtisar gedər. X-imiz isə burada isə deməli bizdə alınacaq x böyük bərabərdir 18'ə. Son olaraq bunu aldıq. Və bunu biz intervalla yazmalıyıq. Çünki bizdə elə bir, yəni gördüyünüz kimi x böyük bərabər cavabı yoxdur. İnterval tapmaq üçün birinci ədəd oxu çəkirəm və burada 18'i qeyd edirəm. 18'dən deməli böyüklər. Biraz bunu bu tərəfdə çəkək. Deməli 18. Niyə qara içini doldurdum? Çünki burada bərabərlik işarəsi var. Deməli 18'dən böyüklər hansı tərəfdir? Yəni müsbət sonsuzluqdur. Ona görə də qapalı mötərizədə 18 müsbət sonsuzluq olacaq cavabımız. Bu da deməli hansıdır? A variantıdır. Belə bir deməli sualımız var. Dördüncü sualda bizə deyir n kvadrat çıxılsın 5 bölünsün n çıx 2 verib. Burada deyir ki, n-in neçə natural qiymətində? Bunu qaralayaq ki, bu önəmlidir. Natural qiymətində kəsri natural ədəd olar. Yəni tam ədəd olmaz, mənfi olmaz, sıfır olmaz. Sadəcə müsbət ədədlər almalıdır. Biz öyrənmişdik ki, yəni natural ədədlər mövzusunda biz belə suallar tapmaq üçün kəsir 1-1 bölürük. Yəni n kvadratı böl n çıxılsın 5 bölü 2. Burada nə qalar? N qalar. N çıxılsın 5 bölünsün 2. 5'i 2'yə bölsəm, deməli məndə qalar 2,5. 2,5. Onda bura n çıxılsın 2,5 yazıram. Asan olsun deyə yazdım 2,5. İndi deyir n-in neçə natural qiymətində? Mən indi elə bir yəni n-ə qiymət verməliyəm ki, bu nə olmasın? Mənfi ədəd olmasın, müsbət ədəd olsun. İndi gəlin bir-bir yəni yoxlayaq. 2 yazsam təbii ki mənfi olacaq. Çünki deməli niyə mənfi olacaq? Çünki 2-dən 2,5'ə çıxa bilmərəm. Yəni 2 2,5'dən kiçikdir. Bura 3 yaza bilərəm, 4 yaza bilərəm, 5 yaza bilərəm. Amma bu arada nə deyir burada? Natural deyir. Ona görə 9'a qədər götürəcəyik. Yəni 10 yox. Deməli biz burada səhv yolla həll etmişik. Mən bu suala diqqətlə baxdıqda görürəm ki, mən bu n kvadrat çıxılsın 5'i müxtəsərə çevirə bilərəm. Necə çevirərəm? Deməli burada yazaram ki, n kvadrat çıxılsın 4 çıx 1. Çıx 1. Çünki bunu mötərizədən asılıqda görürəm ki, n kvadrat çıxılsın 5 alınır, bölünsün n çıxılsın 2. İndi mən bunu necə yazıram? Buraya yazıram n çıx 2, bir də n plus 2 çıx 1 böl n çıx 2. İndi bunu nə edirəm? Gəlin bunu açmamışdan əvvəl tək-tək bölək. Ən yaxşı yolu ilə bunu tək-tək bölsəm n kvadrat çıx 4 böl n çıx 2 çıxılsın 1 bölünsün n çıxılsın 2. İndi aça bilərəm. İndi açsam necə olar? Bunu açsam, deməli n çıx 2'lər ixtisar gedər. Burada qalar n plus 2 çıxılsın 1 böl n çıx 2. İndi belə bir misalı tapdıqdan sonra mən nə edə bilərəm? Baxıram həllimə. Mən bizə misalda verilən şərtlərə baxsam ki, misalımız belədir. Burada bir dəfə n çıx 2'ni 1'ə, bir dəfə də mənfi 1'ə bərabər edirəm. Bərabər edirəm ki, n çıx 2 bərabərdir 1. Burada 3 alınır. Bir də n çıx 2 bərabərdir mənfi 1. Burada isə 1 alınır. İndi baxaq görək, hər iki yolda doğrudurmu? Bizə deyir ki, nəticə natural ədəd olsun. 3 natural ədəddir, 1 də natural ədəddir. İkisi də natural ədəd olduğuna görə deməli 2 dənə həlli var. Cavaba da yazıram 2. Biraz düşüncəli sualdır, amma həll etmək olar. İndi keçək növbəti 5-ci sual. Bu da ehtimal sual. Deyir, məxrəci 18 olan düzgün kəsirlərdən təsadüf seçilmiş birinin ixtisar olmayan kəsir olması hadisəsinin ehtimalı tapın. 18'dən ixtisar olmayan hansıdır? 4'dür, yox 4 2'yə gedir. 5'dir, 7'dir, 11'dir, 11'dir, sonra 13'dür. Deməli bizə də deyir ki, düzgün kəsir, yəni 17'yə, 18'ə qədər seçəcəyik. 18 daxil olmamaq. Sonra hansı var? 17 var, 18, 19 var. 19 götürə bilmərəm çünki 18'dən böyük olur. Bu qədərdir. İndi sayaq. 3, 2, 5 dənə. Yəni
18-də deməli 5. 18-də 5-də C variantı. 6-cı sual. Biraz çətin sualdır. Gəlin həll etməyə çalışaq. Deməli, misala baxdıqda kök, yəni kök ifadəsi görürəm və birinci olaraq burada 7 çıx 4 kökdə 3-ü mən çevirməliyəm. A kvadrat plus B kvadrat çıxılsın 2AB düsturuna. Bunu necə çevirirəm? 4 kök 3-ü bərabər eləyirəm 2AB-yə. Burada AB-ni tapıram 2 kök 3. AB-ni 2 kök 3 tapandan sonra yazıram ki A-ya 2, B-yə kök 3. Çünki bir-birinə vuranda 2 kök 3 eləyir. Bunları da tapandan sonra deməli mən nə yaza bilərəm? 7 çıx 4 kök 3-ün yerinə nə yazacağam? Bir dəqiqə. Kök 3-ün yerinə yazacağam ki 2 çıxılsın kök 3-ün kvadratı. Yəni kvadrat düsturuna gətirdik. Həqiqətən də bunu açıb yoxlaya bilərsiniz. İndi burada uzun olmasın deyə yoxlamıram. Daha sonra isə nə edirəm? Bura yazıram ki 2 çıx kök 3 kvadrat. İndi buranı silirəm. Sonra da keçirəm. Bu böyük olana, yəni ümumi kökə. Ümumi kökdə də mən nə görürəm? 2 vurulsun. Onun yerinə deməli 7 çıx 4 kökdə 3-ün yerinə artıq nə yazacağam? 2 çıx kökdə 3-ün kvadratı yazacağam. Burada da indi aparıb yerinə qoysaq kvadratlar gedir. Ona görə burada kvadratsız yazırıq. 2 çıx kök 3. Bu da nə eləyəcək? İndi vurub atsam 4 çıxılsın 2 kökdə 3 eləyir bu. Vurub atsam. Sonra da elə eyni məntiqlə burada yenə kvadrata gətiririk. Yazırıq 2 kök 3 bərabərdir 2AB. AB nə çıxır? Kök 3 çıxır. Ona görə A-ya 1, B-yə də kök 3 deyə bilərəm. Daha sonra nə edirəm? Daha sonra isə nə yazıram? 4 çıx kök... deməli, burada yazım ki 4 çıx 2 kök 3-ün yerinə yazıram kökdə 3 çıx 1-in kvadratı. Burada da kvadratla kök gedir. Və məndə qalır kök 3 çıxılsın 1. İndi buranı tapdım. Kök 3 çıx 1. Sonra da bizə nə verib? Sonra da bizə verib ki həmin bu kök, yəni onun qiyməti kök 3 çıx 1 elədi. Üstə gəl 7 çıx kök 3. Burada kök 3-lər mənfi müsbət 1-ini aparar. Mənfi 1 plus 7 o da edəcək 6. Cavabımız 6. Biraz uzun həll yolu var. Amma yazmaq mümkündür. Yəni düşünərək yazmaq olar. Sonra 7-ci sual. 7-ci sual da biraz qəliz sualdır. Yəni həll eləməyə çalışaq. Deməli, burada mən x çıx 6 vurulsun, y çıx 8 bərabərdir 8 görürəm. Bunu ayrı-ayrı 8-ə bərabər edəsəm, x çıxar 6, y də çıxar 8. X çıxar 6, y 8. Onu tapandan sonra əslində hələ ki y-ə tələsməyə x-i tapaq. X-i tapandan sonra aparıb yerinə qoyuram. Yəni, harada qoyuram yerinə? Burada qoyuram yerinə. 36 plus y-in kvadratı bərabərdir 100, y kvadratı bərabərdir 64, y-də 8 taparam. Y 8 tapandan sonra buraya yazıram y1 bərabərdir 8. Burada da yazıram y2 bərabərdir -8. Niyə mənfi və müsbət yazdım? Çünki həm mənfinin kvadratı 64 eləyir, həm də müsbət 8-in kvadratı 64 eləyir. İndi iki həll olaraq buraya yazacağım 6, 8 və 6, -8. Yəni koordinat olaraq. Çünki y-in yerinə -8 tapdım. İndi bunu da tapandan sonra ikinci olaraq nə edirəm? Gedirəm nəyi tapmağa? Y-ə qiymət verib x-i tapmağa. İndi mən burada nə tapmışam? X-i 6 tapmışam. Ona görə də deməli, bura qısa qeyd edeyim ki, oranı silməli olacağım. 6, 8, 6, -8. Bunu qeyd edəndən sonra buranı silirəm. Yazıram x1 bərabərdir 6, x2 bərabərdir -6. Niyə? Çünki bayaq orada 36 tapdım. Həm -6-nın, həm də müsbət 6-nın kvadratı 36 eləyir. Burada da 2 cüt olaraq yazacağım. 6, 8, daha sonra isə -6, 8. İndi bizə deyir ki, neçə həlli var? Burada bir dənə 6, 8, bir dənə də 6, 8. Bunun birini götürəcəm. Yəni 1 bu. 2 də, deməli 2 dənə də o. 1, 1. 3 dənə həllimiz oldu. Y variantı. Biraz qəliz sualdır, yəni. 8-ci sual. Bunun oxşarını həm bu ilin 9-unda, həm keçən dəfəki videoda demişdim. Və bərabər tərəflidirsə, bir dənə 3 bucaq çəkirəm. Bunun orta xətlərinin birləşdirdiyi bu 6, 6, 6-dırsa yarısı olur. 3, 3, 3. İndi bunun da cəmini soruşur. Bu da eləyir 9. Yəni A variantı. Daha sonra bizdən bunlar çıxmağımızı istəyir. Yəni ki, kəsirlər çıxırıq. Belə eləyək bunu. -3, x, 7 çıxılsın, 2, kiçik bərabər y, kiçik bərabər 5. Bilirik ki, əgər yəni kəsir bərabərsliklərin çıxmasında əks kimi çıxır. 7-dən 2-ni çıxıram. Yazıram 5, kiçik bərabər -3 çıxılsın 5. Burada da yazıram x, y. -5, -8. Bizə də deyir ki, amma bunu deyir modulda yazın. Yəni bu mənfi ədəd var deyə, bunlar modulda deyir yazın. İndi bunu deyir ən böyük qiymətini tap. Ya ən böyük qiyməti də bunun
Nədir? -8-dir. Amma bizdən x çıx y-in deməli modulunu istəyir. Modul dərəcə 8. Bu da asan sualdır. Kvadrat kökə aiddir. X-ə -4 qoyuruq. Kökdə deməli -4 çıx 2-nin kvadratı. -4-dən çıxsam 2-ni nə eləyər? -6. -6-nın da kvadratı 36. 36-dan da nə çıxır? 6 çıxır. 6. C variantı. Sonra oturacaqları 10 və 15 olan düzbucaqlı trapesiyanın daxilinə çəkilmiş radiusunu tapın. Deməli, mən bu sualı düsturla həll edəcəm ki, qısa olsun, çünki düstursuz üsulu çox uzun gedir. Deməli, bizim düzbucaqlı trapesiyada radius tərəf əlaqə düsturumuz var ki, A vur B bölünsün A plus B. İndi aparıb tərəfləri, bizə verilən tərəfləri yerinə qoyacağım. R bərabərdir. A vur B nə eləyir? 10 vur 15, 150 bölünsün 25. Bu da deməli ixtisar eləsəm 5, 36. Radiusumuz da 6 çıxacaq. Yəni Y variantı. Yəni düsturla bu qədər sadə həll olunur. 12 də çox asan sualdır. Tərəfini 10 verib, hündürlüyünü 7 verib, sahəni soruşur. Sahə AH ilə hesablanır. S də bərabərdir 70. 18. Fərq 18 çıxılan 20-yə birdən azalanı soruşur. Deməli, azalan çıx 20 bərabərdir 18. X də nə olacaq? 38. 14, 50 ədədi 40 ədədinin neçə faizidir? Belə suallar tapmaq üçün deməli 50-ni bölürük 40-a. Vur 100. 0 ixtisar eləsəm 500 böl 4. Bu da eləyir 125. Yəni B variantı. 15 də asan tənlik sualıdır. 5x bərabərdir 30 deməli 1-ə. Bu kəsindən alacaq. X bərabərdir 6,5 eləyir. Yox, bir dəqiq 6,5 yox. Bunu mən 6 dəfə götürsəm 30 6,5 eləyir. 6,2. C variantı. 16'da düz bucağın deyir yarısı neçə dərəcədir? Düz bucaq 90'da, onun da yarısı 45. Yəni D. 17-ci sual. 17-ci sualda mən 8-i ortaq çıxarda bilərəm burada. 8-i ortaq çıxarsam nə qalır? Əkop, deməli 5, 10, 4. 5, 14. 5 ilə deməli 10-un əkobu 5-ə bölsən 1, 2. Bunun əkobu olacaq 10. 10 ilə də 4-ün əkobu 20. 20-ni də vururam 8-ə 160. Çünki oradan ortaq çıxartmışdım, vurdum onu. Mənfi 5-dən 5 çıxır. Plus 7 çıx 9. 12-dən də 9, 3. Üçbucağın xarici bucaqları 3, 4, 5 ən böyük dağ. 3, 4, 5 nisbətində olarsa onun ən böyük daxili bucağını tapın. Xarici bucaqları bərabər eləyəcəm 360-a, yəni 12x bərabər 360, x də çıxar 3. Tapandan sonra bunun xarici bucaqları 90, 120, 150 olur. 90, 120, 150. Bunu da deyir, ən böyük daxilini tapın. Ən böyük daxili də olacaq 90 dərəcə. Yəni çıxıb tapırıq. Ən kiçik deyir, qiymətini tapın. Ən kiçik qiymət n düsturu ilə hesablanırdı. Yəni 4ac çıx b kvadrat bölünsün 4a. Aparıb yerinə qoysam 4 vur 19 çıxılsın 64 böl 4. Bunu da hesablasam eləyəcək 76. 76-dan 64 çıxsam 12. 12-ni də 4-ə bölsəm 3. Bu arada bu videoda ümumi bütün sualları izah edəcəm. Çünki asan suallardır. 21'də diagonal 5 kökdə 2 olan kvadratın perimetrini tapın. Kvadratın diagonal düsturu a kök 2'dir. Aparıb yerinə qoysam orada a çıxacaq 5. Tərəfini tapandan sonra da perimetrini 4a ilə tapıram. P də bərabər 20. Yəni Y variantı. AB bərabərdir. BA çıx 9 olarsa AB ədədinin ala biləcəyi ən böyük və ən kiçik ədədlərin cəmini tapın. İndi bu natural ədədlərə aiddir. Burada yazıram 10A plus B bərabərdir 10B plus A çıx 9. Yazıram 10A çıx A bərabərdir 10B. Yox, belə eləməyək. Dəqiqə. 10A'dan A çıxıram. 9A çıx B. Deməli deyiləcək. B-ni də o tərəfə keçirsəm 9A çıx 9. 9B çıx 9. 9B çıx 9. İndi buradan mən yaza bilərəm ki 9A çıx 9B bərabər 9A. Buradan 9 ortaq çıxarsam A çıx B bərabər olacaq 1-ə. İndi A çıx B-ni 1 tapmışamsa buna deməli AB-nin ən kiçiyi ola bilər 21. AB-nin də ən böyüyü olar 98. Bu arada A və B-yə 0 verə bilmərik. Çünki bunlar natural ədədlərdir. Üzərində, yəni üzərində nə var? Xətt var. Xətt olanda verə bilmərik. İndi deyir ki bunların cəmini tapın. 1'dir bu arada bu. 9, 119.
Yox, bir dəqiqə. Burada cavabımız 119 eləyir. Amma yəqin sualın variantlarında səhv var. Bu sualın, yəni əgər mən səhv etmişəmsə, bu sualın dəqiq izahını bilən varsa şərhlərdə yazar, amma cavabı 119 olmalıdır. Çünki biz düzgün həll etdik. İndi 23-cü suala gəlirəm. Deyir, diaqonallar 4 və 4 kökdə 3 olan rombun iti bucağının dərəcə ölçüsünü tapın. Heç bunu fikirləşməyə ehtiyac yoxdur. Niyə? Çünki burada 4 və 4 kökdə 3 verilirsə, bilirik ki, diaqonallar rombda perpendikulyar olur və düz bucaqlı 3 bucağı əmələ gəlir. Düz bucaqlı 3 bucaqda da əgər kökdə 3 varsa, 60 dərəcənin qabağındakı uzunluq, yəni kökdə 3 olur. Ona görə də cavab 60 dərəcədir. 24 trapesiyadır. Bir dənə trapesiya çəkək. İkiçi oturacağı 10'dur. Orta xətti isə 13'dür. Onun böyük oturacağını tapın. Orta xətt A plus B bölünsün 2 ilə tapılır. Bunu da 13'ə bərabər edirəm. Amma burada tərəflərdən birinin, yəni məsələn A'nın yerinə yazıram 10. Çünki tərəfin birini bilirik. Bu da A plus B bərabər olacaq 26'ya. B də bərabər olacaq 16'ya. D variantı. 25-ci suala gəldik. Bu sualın deyəsən izahını paylaşmışdım. X kvadrat plus 8x plus demək 16, 36'dan da 16'nı çıxsam 20 alınır. Bunu da deyir köklər cəmini tapın. Köklər cəminin viyyətlə ortadakı və mənfi işarə ilə olur. Ona görə də mənfi 8. 26'da bərabər yanlı 3 bucağın perimetri 40. Oturacağı isə 18 olarsa yan tərəfini tapın. 2A plus B bərabərdir 40 yazsam. Məsələn oturacağına B desəm 2A plus 18 bərabərdir 40. 2A bərabər 40 çox 18. Yəni 22. A da bərabər olar 11'ə. 27 də orta xəttin vasitəsinə bağlıdır ki, demişdik orta xətt olanda sahə S3 isə bölünür. ABC-ni, yəni 4S'i 60 verib, S bərabər olacaq 15'ə. İndi deyir ki, AMC nədir? 3S'dir. 15'i də vururam 3'ə, o da eləyir 45. Bəzi suallar çətin olsa da, bəziləri də bəzi suallar da çox da çətin deyil. Yəni 1-2 sadəcə çətin idi. 9-cu sinif imtahanına da belə düşür. Amma fərq odur ki, 2020-ci, 21-ci illərdə ətraflar yox idi və suallar 30 sual idi. 28-ci suala gəlirik. Bu da çevrəyə aid bir sualdır. Çevrəyə aid bir sualda biz bilirik ki, deməli, mərkəzi bucaq qövsə bərabərdir, yəni 8. Daxili bucaq isə onun deməli yarısı olur, yəni 40 olur. Burada bəzən çaşdırıb 160 verirlər cavablarda. Amma siz çaşmayın ki, yəni düşünün bura böyükdürsə, bura böyükdür, amma bura kiçikdirsə, deməli yarısıdır, yəni ölçü olaraq deyirəm. 40B. Sonra sonuncu sualımız. Bu sual deməli nədir? Mərkəz olaraq yazacağım. Deməli x çıx A ilə axı. Deməli burada çıxma olacaq. Çıxma müsbət olanlar getdi. Daha sonra isə aparıb yerinə qoyuruq. Nə qoyuruq? Bu nöqtəni x-in yerinə qoyuruq ki, sonda nə alınır? -3 çıxılsın 1 yazsam. -4'ün kvadratı 16 plus 4 çıx 1. Deməli 1 17 eləyir. Deməli bu düzgündür. Digərlərində isə yox olsa səhv çıxacaq. Niyə? 1-dən məsələn -3-dən 1 çıxanda yenə 16 plus 4-dən 5 çıxsam isə yenə burada 17 alınacaq. Yəni hansında 17 isə o olmalıdır. Digərlərində onsuz da gördük 25 və 21 var. Yəni sizə mərkəz deyəndə aparıb AB-ni yerinə qoyursunuz, amma nöqtə deyəndə x-in yerinə qoyub radiusu tapırsınız. 30-cu sual isə şifahi bir sualdır. Bilirik ki, çevrə nisbəti radiusların nisbətinə bərabərdir, amma sahə olsaydı kvadrat olardı ki, biz bunu hər videoda deyirik. Yəni bu nisbətlər də bərabərdir. D variantı olacaq cavab. Sonda da cavabları var. Yəni PDF-i paylaşacağım linkini. Keçid edib özünüzdə işləyib, hətta sınağı işləyib, daha sonra izahına baxsanız daha yaxşı olar. İzahım isə bu qədər idi. Əgər bəyəndinizsə şərhlərdə öz fikirlərinizi yazmağı, videonu bəyənməyi unutmayın. Və deməli o hansı sualdır? 22-ci sual. 22-ci suala hər biriniz öz həllinizi şərhlərdə yaza bilərsiniz. Çünki mən düşünürəm ki, yəni bu sualda variant cavab səhvliyi var. Çünki cavabımız 119 olmalıdır. Mən deyirəm ki, cavabımız 119'dur. Siz də bu sınavı yazanda hansı cavabı aldınızsa şərhlərdə qeyd edin ki, hansımız düz yazmışıq bilək. İzahım isə bu qədər idi. Növbəti videolarda görüşmək üzrə. Sağ olun.